Bu şəkilə yaxşı baxın. Bunu haylar, ermənilər deməli, bunu internetdə və televiziyalarda göstərirlər hər yanda. Deməli, bunları özü də talışların adından danışır. Həm də nəyə görə mən deyirəm bu? Belə şəkillər deməli, bu Makedonskinin vaxtındakı əskərlərdirlər. Bu hansısa o kinodan götürülüb. Deməli, beləki şəkillər 1977-də mən öz sinif yoldaşım var idi. Deməli, Gagik, familiyası yaddan çıxıb. Atası kino rejissoru. Əgər yaddaşım məni deməli aldatmırsa, onu İrəvanda da hətta bugün qoy soruşsunlar, maraqlansınlar, bəlkə onlar əgər cəsarətləri olsa düzünü deyər də, indi o Gagik yaşayırsa. Bax, görün, bunu göstərir. Deməli, ermənilər orada mən baxanda deyirdim ki, kimdir bəs bizim əskərlərdir. Makedonskaya qalib gəliblər. Deməli, erməni deyil ha bunu. Erməni deyil, 77-ci ildə, 77-ci il sizə deyim, İrəvan şəhərində mənim sinif yoldaşım 71 məktəbdən Gagik, Hişumə Sara, Hişumə Soktayna, это что смотрится? Esnaqarı Lavnayı, Gagik, Lavnayı. Deməli, bu şəkili bugün göstərirlər ki, bu talışlardır. Yəni, ermənilər mən neçə dəfə demişəm, tarix yazıblar 70-ci illərdə, ləzgilərə, Kürdlərə, talışlara kitablar yazıblar və o Rusiyada, Pribaltikada var onlarda. Yəni, onları tapıb gətirən də yoxdur, bilmirəm, onu gizlədiblər, bilmirlər o kitabları. Hətta talışların özlərindən soruşmuşam mən, Pribaltikada özləri mənə demişdilər. Avropada orada var. Nə deməli, bax bunu nəyə görə deməli, bunları qızışdırırlar Azərbaycanda konflikt yaratmaq üçün. Bu bədbəxt millət, bu talışlar yaşayır da türklə, axı nə işin var? Talışların adından erməni danışır. Özü də ki, bəlkə də 100 dəfə talışdan artıq talış dili də bilir, Azərbaycan dili də bilir. Yəni, bu ermənidir. Bunlar hər şey əllərindən gəlir, da bu elə deyil. Hər şeyi onlar edir, hər yalanı bacarırlar. Yəni, dünya ona görə bax, belədir. Deməli, nədirsə yaxşıdır. Talışların 20 dövləti olub, 6-cı əsrdə 20 dövləti olub. 288 yüzdə yazır. Bu videonu baxın. Xahiş edirəm, siz də baxın. 288 deməli, şahları olub. 50-60 dənə çarları olub. Ay kişi. Ona belə, deməli, bu rəqəmləri belə sayırsan, belə baxırsan ki, bu şahlardır, çarlardır. Talış xalqından çox imiş. Talış xalqı heç o qədər valla yox idi. Nəinki elə bu şahları, dövlətləri, ay kişi 20 dövlət. Bu onda gələ bilirsin nə olayı? Heç olmasa bir azı bir 300-400 milyon olaydılar. Əgər o 20 dövləti. Bu bir. İkincisi, güya ərəblərlə vuruşublar, türklərlə vuruşublar. Bu aydın məsələ gözəl nağıllardır. Və ərəblər bugün deyir ki, qardaş, biz 6-cı, 7-ci, 8-ci əsrlər, 9-cu əsrlər Azərbaycan türkləri ilə döyüşür. Ərəblər mənə Pribaltikada deyirdilər. Hətta indi sizə deyim yerini o hansı ərəblərdir. Viruştrasi küçə var, deməli, Starı Qorodu, köhnə şəhərdə. Orada Suvenirlidə adı, adı da yaddan çıxıb. Orada ərəblərdən soruşa bilərsiniz.
Atları andıra qalsın, neyniyim da yaddan çıxırlar. Hə, bax, belə. Yəni bunlar bu boyda aşağılamaqla həm Talış xalqını aşağılayırlar. Yəni Talış xalqı deməli belə qəhrəman xalq olub, 20 dövlət, şahları, deməli bunlar nədir? O şahlar toyuq olublar, ördək olublar. Ay 288 şahı, 50-60 dənə çarı toyuq kimi kəsmək olar, doğramaq olar. Axı bu nağılı danışır, bu bütün deyirəm o Talışlar xalqına bax deyirəm ki, bu gedib bu Rusiyada, Avropada onların dərsini versin, qulaqlarını tutun çəkin. Belə biabır eləmək, xalqı aşağılamaq ki, yəni belə qəhrəman xalqı 10 dənə türk deməli gəldi, tutdu toyuq kimi başlarını kəsir, sonra 100 milyonluq Talış xalqını elədi türk. Belə ay kişi Gürcü oradan deyil. Bu nə düşüblər, erməni oradan deyil, bizi türkləşdirdilər. Gürcülərə deyirəm, siz xoruzuydunuz, nə idiniz ki, başınızı kəsirlər, biabır eləyirsiniz özünüzü. Türkləşmişik, biz türkləşmişik. Bu nə sözdür? Anası gedir qucağında yatır, türkün deyir, mən türkləşmişəm. Mən Gürcüyəm, türkləşdiriblər. Kimdir bu anası? Yatır türkün qucağında, deyir ki, bizi şey edirlər. Bax, bu qədər, yəni bu Talışlar diqqətli olsun. Yəni bunları belə aşağılayırlar da. Qardaş, bu yenə də deyirəm, bu biabırçı 20 dövlət, 288 Talış şahları. Talış sözünü də türklər səndimə deyib, Talış adlandırıb. Bax bu milləti. Türk sözündən də Talış. Mən də bilmirdim, sonra bilmişəm. İndi onu heç kəs istəmir, etiraf eləsin, özlərinə sıxışdırmırlar. Burada nə var? Burada nə var? Türk indi Talış deyibsə, bilməyib hansı millətdə adamı çağırıblar Talış sözü ilə və bu belənki millət indi burada bir biabırçı bir şey yoxdur. Ayıb bir şey yoxdur, burada nə var? Mənə indi adımı belə çağırandan sonra İndi bu adla yaşamışıq və tanıyıblarsa burada bir... Yəni bu pozor deyil. Pozor odur ki, sizi ermənilər aşağılayırlar, sizi bu boyda xalqa deyirlər ki, toyuq kimi tutub bunların başını kəsib türkləşdiriblər. Şahlarını 280, 20 dövlət. 20 dövlət bilirsiniz nədir? Gərək yenə də deyirəm, bunun bir azı bir 200-300 milyon xalq olaydı. O boyda şahı olan dünyada bu millət nə bilir, 1 milyon var, yoxdur. 288 yenə də deyirəm, şahı olanın milləti axır olmalıdır bir 100 milyon, 200 milyon. Bunu belə biabır eləmək, nə qədər biabır eləmək lazımdır ki? Nə qədər bunu dözmək lazımdır? Belə şey olar, bunu qəsdən, ümumiyyətlə qəsdən bunu Türklərə qarşı istəyirlər Azərbaycanı dağıtsınlar da. Bu oturmuşuq yerimizdə də. Ay qardaş, oturmuşuq yerimizdə nədir bu qoymuşsunuz? Bu belə millətdir, o millətdir, biz olmuşuq, bu olmuşuq. Özü də belə nağıllara inanırlar. Belə nağılları o ruslar özlərinə necə nağıl yazıb ermənilər. İndi də bunlar bu millətlərə nağılları yazırlar. Bax, bu qədər istəyirəm çatdıram. Yəni diqqətli olsun bizim Talış qardaşlarımız. Yəni bax belə sizi aşağılayırlar ermənilər. Sizin adınızdan istifadə edirlər. Yəni bunu lazımdır o adamı tapmaq. Bütün xalqın adını batırmaqla deyil axı.